Hoş gördük əziz izləyicilər. Bugünkü verilişimiz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları Maarifçiliyi İctimai Birliyinin ideoloji təxribatlar və fake news məlumatlara qarşı maarifləndirmə və qorunma yolları layihəsinin icrasına uyğun təşkil edilən ictimai müzakirədir. Yeniçağ Media qrupunun nəzdində fəaliyyət göstərən Yeniçağ TV-nin efirindən bir daha sizi salamlayıram və mövzumuzu istəyirəm ki, nəzərinizə çatdırım. Bugünkü mövzumuz fake news məlumatların təsir dairəsidir. Ekspertlərimiz isə İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, QHT Az Xəbər portalının rəhbəri Cəsarət bəy Hüseynzadə və jurnalist Vilayət Muxtardır. Hər işinizi xoş gördük. Xoş gördük. Və bugünkü layihəmizin mövzusundan danışanda biz əsasən layihənin birinci məqsədi haqqında bir informasiya və məlumat vermək istəyirik izləyicilərimizə. Layihənin məqsədi saxta məlumat və informasiya manipulyasiyaları ilə ideoloji təxribatların törədilməsinin insan hüquqlarının pozulmasına təsirini cəmiyyətə aşılamaqdır. Çünki bu günləri dünyanın qarşılaşdığı informasiya məkanının ən böyük təhdidlərindən biri fake news xəbərlər, bunun əsasında ideoloji təxribatların törədilməsi və cəmiyyətlərin sabitliyinə edilən bir təsir. Və məqsədimiz bu layihəni həyata keçirməklə özümüzün cəmiyyətimizi maarifləndirmək, müxtəlif bu ideoloji təxribatların və fake news məlumatların təsir dairəsinə düşəcək sosial qruplara informasiyaların çatdırılmasıdır, məlumatların çatdırılmasıdır. Saxta xəbər manipulyasiyası bu günləri bir təhdiddir, cəmiyyətlər üçün bir təhdiddir və elə bir təhdiddir ki, bu təhdidin qarşısını almaq üçün bütün dünyada bir mübarizə metodları axtarılır, bütün dünyada bir mübarizə üsulu tapmağa cəhd edilir. Lakin bunun qarşısını almaq mümkün deyil. Ona görə qarşısını almaq mümkün deyil ki, müasir informasiya texnologiyaları, internet resursları o dərəcədə sürətlə və geniş arealda inkişaf edir ki, buna qarşı mübarizədə cəmiyyətlər və insanlar gecikirlər, onun təsirinə düşürlər və bu da beləliklə cəmiyyətlərdə bir təhdid əmələ gətirir. Bu təhdidlərin nəticəsində isə biz təkcə insanlar fərd olaraq, sosial qruplar olaraq yox, həm də dövlətlərin milli təhlükəsizliyi belə təhlükə altına düşür. Bu baxımdan biz istərdik ki, bu mövzunu bir geniş ekspertlərimizlə müzakirə edək və mümkün qədər imkanlarımızdan istifadə edərək cəmiyyətin maarifləndirilməsinə nail olaq. Dediyim kimi, mövzumuz fake news məlumatların təsir dairəsidir və elə ilk sualımızı da ondan başlayaq ki, ümumiyyətlə fake news nədir? Çünki bəzən insanlar bunu bilmir və bunun qurbanına çevrilir, bunun nəsirinə çevrilir və həm də belədir ki, saxta məlumatların yayılma dərəcəsi həqiqəti əks etdirən məlumatların yayılma dərəcəsindən daha geniş, daha doğrusu daha təsirlidir və daha tez yayıla bilir. Bunun da müəyyən bir səbəblərindən biri düşünürəm ki, insanların həm də daha tez inanmaq istəmələridir. Burada bir psixoloji, emosional təsir məsələsi var. Bu baxımdan istəyərdim ki, biz sizin də fikirlərinizi alaq və bu məsələni müzakirə edək. Ümumiyyətlə, Cəsarət bəy, siz necə düşünürsünüz? Ümumiyyətlə, fake news nədir və niyə bu qədər geniş yayılır? Çox sağ olun. Əslində maraqlı mövzudur. Xüsusən bu müasir dövrdə, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə informasiya bir silahdır. Müharibə qədər önəmli olan bir silahdır və bu silahdan müxtəlif qruplar ancaq və ancaq bəzən öz məqsədləri üçün istifadə edilir. Bu məqsədlər üçün istifadə edən zaman sözsüz ki, ortaya müxtəlif məqamlar meydana çıxır. Biz əgər bugün fake news'dan danışırıqsa, bu müasir dövrün bəlası hesab edilirsə, amma bunun tarixi də var. Mən deyərdim ki, bu tarix gedir təqribən uzun-uzun keçmişlərə çıxır, amma terminoloji baxımdan fake news 1800-cü illərdə, 1890-cı illərdə meydana gəlmiş bir termindir. Avropada meydana gəlib və o vaxtı bu informasiya, yalan informasiya,
və populist informasiyalar, sensasiyalı informasiyanın yayılması məqsədi ilə istifadə olunub, xüsusən qəzetlərdə. Çünki o dövrün mətbuatı, mediası qəzet sayılırdı, o dövrdə istifadə edilir. Zaman-zaman bunun forması, metodu dəyişməyə başlayıb və bugünkü gündə qeyd etdiyiniz kimi ideoloji bir mövzuya gəlib çevrilir. Fake news özlüyündə müxtəlif istiqamətləri əhatə edir. Müasir dövrdə elmi ədəbiyyatda fake news 3 hissəyə bölünür. Birinci məsələ misinformation'dır, yəni ingilis dilində desək. Bunun mənası ondan ibarətdir ki, bu tip xəbərlər insanlar, belə deyək ki, özləri də bilmədən yanlış məlumat yayırlar. Burada həmin şəxslərin hər hansı bir məqsədi olmur, hər hansı bir qüvvələrin, mövqeyin müdafiə etmək və yaxud onlara qarşı olmamaq şərti ilə özlərindən asılı olmayaraq səbəblərdən bu informasiyanı yayırlar. Amma bütün hallarda bu həqiqət deyil, saxta məlumatdır. Yəni bunun üzərində durğu işarəsi vuraq ki, yəni bu bir istiqamətdir ki, fake news'un əsas istiqamətlərindən biridir. Ən qorxulu, ən belə deyək, müasir dövrün bəlasına çevrilən isə biz dezinformasiya adlandırırıq. Bu dezinformasiya doğrudan da çox qorxuludur. Burada məqsəd ondan ibarətdir ki, yalan məlumatlar hazırlayıb bunu cəmiyyətə, müxtəlif qrupların mövqeyinə çatdırmaq və kimləri isə müəyyən mənada belə sadə dillə desək vurmaq məqsədi daşıyır. Hədəfə çevrilmək məqsədidir. Özü bunu biz qruplaşdırsaq, bu dezinformasiya həm ölkə daxili, biz qlobal məsələdə baxdıqda, həm ölkə daxili seçki prosesləri ola bilər, siyasi proseslər ola bilər, ölkə daxili məsələləri əhatə edir bir istiqamət. İkinci istiqamət son dövrdə xüsusən dövlətlər arası məsələlərdə xüsusən istifadə olunur. Bu məqam hər hansı bir ölkənin siyasi xəttinə təsir etmək məqsədi ilə, ölkənin belə deyək ki, rəhbərliyini və ya hansı siyasi qüvvələri gözdən salmaq məqsədi ilə. Biz indi o məqsədlərinə toxunacağıq, bunların məqsədlərindən arasında nə dayanır? Amma ümumiyyətlə bunun geniş yayılmasının səbəblərin harda göstərmək olar, harda axtarmaq olar ki, nədən bu qədər geniş yayıla bilir? Fake news'un geniş yayılmasının əsas və əsas səbəbi müxtəlif qrupların, maraq qruplarıdır. Onlar öz maraqlarını ifadə etmək üçün fake news'dan istifadə edirlər. Yəni bu bir mənalıdır belə və üçüncü hissəni də mən icazənizlə deyim. Üçüncü hissə, yəni fake news'un üçüncü hissəsi malinformation'dır. Burada əsas məqsəd həqiqət olan informasiyanı məqsədli şəkildə yaymaqdır. Məsələn, bu bəzi məmurların ola bilər, incəsənət xadimlərinin həyatında olan şəxsi məlumatlar həqiqətdir, amma məqsəd onu gözdən salmaqçıdır. Yəni, ümumilikdə mən fake news'u 3 hissəyə böldüm və bu elmi ədəbiyyatda da belədir. Çox təşəkkür edirəm. Zahid bəy, sizin də bir münasibəti var bu məsələyə. Yəni, bu fake news məlumatların deyək ki, nədir, bunun anlamı nədir, Cəsarət müəllim bunun haqqında xeyli danışdı və kifayət qədər doğru məlumat verdi. Amma bunun bir geniş yayılma tendensiyasının biz şahidi oluruq və bütün cəmiyyətlər, bu təkcə Azərbaycan cəmiyyətinə aid olan məsələ deyil və bütün dünyada artıq bu proses çox sürətlə gedir və biz onun dəfələrlə müxtəlif informasiyalarda, ölkələrdə baş verən hadisələrdə, hətta müharibələrdə belə sizin də qeyd etdiyiniz kimi bunun şahidi oluruq ki, oradan çox sürətlə və geniş yayılır və təbii ki, geniş yayılan bir yalan öz qurbanlarını da daha tez özünə cəlb edə bilir, seçə bilir. Evet, təbii, Rəfəm müəllim, təşəkkür edirəm, mən də salamlayıram hər kəsi. Deməli, fake news'un təsir dairəsindən mövzu qoyduq. Təsir dairəsi əslində bugün o qədər genişdir ki, istənilən əlində telefon olan hər bir şəxs fake news'un təsir dairəsində düşəcək potensial qurban hesab olunur, bu cürdə təqdim edə bilər. Yəni, internet, sosial şəbəkələr və inkişaf edən texnologiya fake news'un geniş, kifayət qədər çox geniş yayılmasını mümbit şərait yaratdı. Amma məsələnin digər tərəfdə var. Fake news yayılanda kimlər ondan məqsədli şəkildə istifadə edir, kimlər onların qurbanına çevrilir. Əsas məsələ məncə bu məsələdir. Mən hesab edirəm ki, sizin də təqdim edildiyiniz, daha doğrusu keçirdiyiniz bu layihənin məqsədi məhz o təsir dairəsində qurbanlara çevrilən, bilmədən bu prosesin iştirakçısına çevrilən insanlarda maarifləndirmə işini görməkdir. Təbii ki, burada önəmli məsələdir maarifləndirmə, amma fake news'un təsir dairəsi prinsipcə hədəf qrupları fərqli seçilir, təsir dairələri fərqli seçilir. Burada əsas iki istiqamətə məncə diqqət etmək lazımdır. Birinci istiqamət istinad nöqtələri, yəni etibarlı mənbələrin olması məsələsidir ki, insanlara bunu çatdırmaq lazımdır. İnsanlar deyir, ümumi dünya cəmiyyətdə, dünyada danışıram. Biz bu məsələdən danışanda həmişə media savadlığını... Bəli, media savadlığı, maarifləndirmə.
insanlar bilməlidir ki, misal üçün deyirəm, hansısa dövlət qurumu haqqında hansısa bir informasiya yayılırsa, onu həmin dövlət qurumunun dəqiqləşdirib təsdiqlənməlidir. Burada ən önəmli rol vətəndaş cəmiyyətinin üzərindən düşür. Ümumi götürsək, media və elə qeyri-hökumət təşkilatları da bu məsələdə aktiv iştirak etməlidir, maarifləndirmə tədbirlərinin keçirilməsində. Çünki bu fake news'un təsir dairəsi o qədər genişdir ki, istənilən anda istənilən bir məsələyə zərbə vuracaq, hətta dövlətin maraqlara, milli maraqlara zərbə vuracaq səviyyəyə qədər yüksələ bilir. Cəsarət bəy 3 istiqamət dedi o məsələdə, fake news'un yaranma tarixi. Mən də biraz araşdırdım. 1800-cü ildir, amma 12-ci əsr hətta Roma imperiyası dövründə belə bu məsələlərdən çox geniş istifadə edilir. Düzdür, oralarda biz indi edilində şayə deyirik, ara söhbətləri. Onlar belə fake news şəklində yayılıb, kimsə nüfuzdan salıb hakimiyyətə gəlmək və yaxud da hakimiyyəti çevirmək kimi məsələlərdə istifadə olunur. Amma son dövrlər siz də vurğuladınız, bu fake news'u təsir dairəsi ilə artıq bir ölkə digər ölkənin cəmiyyətinə təsir edib, onları ayaqlandıra bilir və yaxud da narazı təbəqəni daha da narazı sala bilir, ayağa qaldıra bilir və digər müharibələrdə bir-birinə qarşı yanlış informasiyalar, hətta biz son baş verən hadisələrdə bunların canlı şahidi olduq. Yaranan bu süni intellekt vasitəsilə görüntülərin hazırlanması, hətta real görüntülərə o qədər bənzədilir ki, media savadlılığı olmayan insanlar, yəni bu məsələdən kənar qalan insanlar bunu bir-birindən ayıra bilmirlər. Yəni bu baxımdan demək istəyirəm ki, təsir dairəsi kifayət qədər geniş və əlçatandır. Bugün fake news'da siz çıxışınızın əvvəlində bir məsələyə toxundunuz ki, hətta fake news'un inananlar daha çox olur saxta xəbərlərə. Bunun da əslində bir fəlsəfi izahı var. Orada belə bir məqam var ki, insanlar daha yalan məlumatları daha tez qəbul edə bilirlər. Bu baxımdan emosional yanaşma var bu məsələdə. Emosional yanaşma olduğu üçün misal çəkək, kimsə hansısa bir nədənsə narazıdır və elə bir hadisə ümumiyyətlə yoxdur, amma bir saxta məlumat şəklində bu informasiya bunun qarşısında çıxır, bu ona inanır, beyin ona inanır. Artıq doğru məlumatı sonradan ona həmin şəxsə inandırmaq olmur. Bunun əslində ən böyük təhlükələrindən biri də məhz budur. Fake news geniş yayıldıqca real xəbər, real informasiyanın yayılma sürəti bir o qədər az olur. Burada ən böyük təsir dairələrindən biri də məhz budur. Deməli, biz elə mövzumuza toxunarkən, yəni başlayanda da layihənin də adına uyğun olaraq ideoloji təxribatları daha çox önə çəkmişik. Yəni doğrudan da sizin dediyiniz kimi bu günləri qlobal təsir, informasiyanın qlobal təsir gücü o qədər böyükdür ki, bu istənilən istiqamətə cəmiyyətləri, insanları, qrupları yönləndirmək imkanına malikdir. Və təbii ki, burada ən mühüm problemlərdən biri insanların düşüncələrinə təsir etmək. Yəni, biz ideoloji təxribat deyəndə də onu nəzərdə tuturuq. Yəni, sabit cəmiyyətdə yaşamaq, sabit bir zaman kəsimində həyat sürmək, davam etmək problemlərini deyək ki, yaratmaq. Bəzən həmən saxta və fake news məlumatlarla bu prosesə təsir etməklə ideoloji təxribatlar törədilir. Və elə mövzumuzun digər bir istiqamətində də biz burada ideoloji təxribatların məqsədi nədən ibarətdir? Ümumiyyətlə, fake news xəbərlərin yayılmasının məqsədləri nədir? Və burada xüsusi olaraq daha çox qabardılmalı məsələlər hansılardır? Mən hesab edirəm ki, yəqin ki, hamımız müşahidə edirik uzun dövrlər ərzində Azərbaycan müstəqillik qazandıqdan sonra və 90-cı ildən bəri Azərbaycana qarşı informasiya savaşı hər zaman aparılıb. Burada xüsusən ideoloji bir mübarizə gedib. Biz hətta bunu açıq danışsaq ki, qonşularımızdan tutmuş, üzü Avropaya qədər Azərbaycana qarşı bu dezinformasiya bir ordusu, bir belə də kampaniyası aparılıb və illər ərzində bunun forması və metodları dəyişə bilər, amma bu proses gedib. Bizə qarşı aparılan belə də ki, informasiya xarakterli təxribatlar zaman-zaman Azərbaycanı mən deyərdim ki, bəzən uğurlarını həzm edə bilməyən qüvvələr tərəfindən aparılır və eyni zamanda biz çox gözəl bilirik ki, uzun müddət qonşumuz Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışıq, torpaqlarımız işğal olmuş bir dövrdə də Ermənistan tərəfindən və onların havadarları tərəfindən bu ideoloji mübarizə aparılıb. Biz bunu təsnifatlaşdırsaq, görərik ki, hətta təkcə belə deyək,
siyasi məsələlər və insan haqları baxımından da bu təxribatlar müəyyən Avropa institutları tərəfindən aparılıb. Bundan bağlı xeyli saytda məqamlar var. Məsələn, Azərbaycan hər hansı bir beynəlxalq tədbir keçirdiyi dövrləri biz diqqətlə nəzərə salsaq, o dövrdə Azərbaycana qarşı bu kampanyalar daha güclü olur. Deməli, bu artıq bu ideoloji savaşın həqiqət olduğunu, Azərbaycana qarşı müəyyən qüvvələrin birləşdiyi, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi daşını açıq-aydın görülür. Adi halda bu informasiyalar bir qədər zəif olur, amma Azərbaycan beynəlxalq tədbirlər keçirdiyi tədbirlərdə, ərəflərdə fürsətdən istifadə bəli, artırılır. Bu, yəni bizim yox, bütün mən deyirəm ki, dünyanı da ekspertlərin müşahidə etdiyi bir məqamdır. Amma onu da bizə etiraf edək ki, son dövrlər Azərbaycanın beynəlxalq sahədə atdığı uğurlar, addımlar və informasiya siyasəti uğurla həyata keçirdən bu son dövrlər. Məsələn, son biz şəhərsalma forumu çərçivəsində belə deyək, bu təxribatları darmadağın etdik. Bunu da bizə etiraf edək. Bu da bizim Azərbaycanın bu sahədə məncə gücünü göstərən bir amillərdən əsasıdır. Eyni zamanda başqa bir məqam, məsələn, mən xatırlayıram ki, müxtəlif dövrlərdə həm 44 günlük müharibədə xüsusən Azərbaycan ordusuna qarşı olan müəyyən təxribat xarakterli, ideoloji dezinformasiyalar buraxılmışdı. Xatırlayırıq, biz bəzən Suriyada olan hər hansı bir uşağın şəklini qoymuşlar və bunu Azərbaycanla bağlayırdılar. Və yaxud, belə deyək ki, bir dezinformasiya mən xatırlayıram ki, həmin dövrdə güya Azərbaycanda etnik təmizlənmə aparılması ilə bağlı məsələlər gündəmə gətirilirdi və Azərbaycan düzdür, bunların layiqli cavabını verirdi və öz siyasəti ilə. Məsələn, biz xatırlayırıq ki, 44 günlük müharibədən sonra Azərbaycan etnik ermənilərin Azərbaycanın yaşaması ilə bağlı xüsusi bir sayt yaratdı. İstənilən erməni vətəndaşı Azərbaycanda Azərbaycan vətəndaşı olaraq bərabər hüquqlu, belə deyək ki, yaşaya bilər. Yəni, bundan artıq zəmanət nə ola bilər? Əslində, bütün bu aparılan siyasət özünü açıq formada göstərir ki, bunlar təxribat xarakteri daşıyır. O ki, qaldı, biz buna qarşı necə mübarizə aparmalıyıq? Mən hesab edirəm ki, burada bizim əsas məqsədimiz immunitet yaratmaqdır. Yəni, dezinformasiyaya qarşı biz elə bir cəmiyyətdə immunitet yaratmalıyıq ki, fake newsləri insanlar dərhal azad elə bilsin. Mənim hörmətli həmkarım Vilayət müəllim əslində bunun bir çox istiqamətlərini dedi. Əlavə olaraq mən demək istərdim ki, xüsusən insanlar, belə deyək ki, başlıqlara inanmamalıdır. Yəni, bu beynəlxalq təcrübədə də, təəssüf ki, bizdə də var, bəzən biz özümüz də bilmədən bəlkə jurnalist olaraq bu mexanizmlərdən istifadə edilir. Sensasiyalı başlıqlar müəyyən mənada fake news'un ilk əlamətlərini sübut edən məqamlardır. Yəni, təcili, filan hadisə baş verdi, şok və s. Bunların daxilinə baxanda fake news'un əlamətləri burada mən özüm də müşahidə edirəm ki, həqiqətən var. Bundan başqa bütün oxucular mənbəyə diqqət etməlidir. Vacib məqam bu xəbəri hansı mənbə, hansı səhifə, hansı sosial şəbəkə hesabından paylaşır. Bu çox vacib məqamdır. Yəni, etibarlılıq məsələsi ciddi məsələdir. Məsəl üçün, indiki süni intellekt və s. istifadə edərək Azərbaycan dilində müxtəlif səhifələr yaradır. Bu, bizim düşmənlərimiz tərəfindən ola bilər, Avropa ölkələrindən ola bilər, qonşu ölkələr tərəfindən ola bilər. Yəni, bunlar faktdır. Bu məqama xüsusi diqqət etmək lazımdır. Başqa bir məqam, aldadıcı məqamlardan biri foto-video məsələləridir. Yəni, foto-video reallığı əks etdirmir. Bayaq ki, mən nümunələrdə göstərdim. Hər hansı bir formada, məsələn, mən xatırlayıram, ölkədə uğurlu sosial siyasət həyata keçirildiyi bir dönəmdə bunu gözdən salmaq üçün hər hansı bir, tutaq ki, mal, qara şəklin, heyvan şəklin, belə deyək ki, qoyurlar. Amma bunun əslində Azərbaycanda aparılan, tutaq ki, məşğulluqla bağlı verilən, belə deyək ki, özünə məşğulluq vəsaitdən heç bir aidiyyəti yoxdur. Yəni, başqa hallarda belə qəbul edək ki, ideoloji təxribatların daha doğrusu və fake news xəbərlərin, saxta məlumatların əsas məqsədlərindən biri ictimai rəyi manipulyasiya etməkdir. Tam doğru. Öz maraqların, öz diqqəsini həyata keçirməkdir və eyni zamanda bu həm də onu hesablamır ki, bu cəmiyyətdə olan harmoniyanı, pozsun, bəli, tam doğru, qarşıdurma yaratsın, dövlətlə cəmiyyət arasında müəyyən sədlər yaratsın, usulum yaratsın, tamamilə doğrudur. Və məsələnin mahiyyəti əslində deyək ki, bizim nəzərdə tutduğumuz bundan ibarətdir və daha doğrusu cəmiyyətə çatdırmaq istədiyimiz bundan ibarətdir. Və bunun arxasında duran ən mühüm məqam isə milli təhlükəsizliyin pozulmasıdır. Yəni, çünki ideoloji təxribatın əgər bir hədəfi varsa,
o cəmiyyətdirsə, deməli bunun nəticə etibarilə milli təhlükəsizlik hədəfə alınmış olur. Tamam. Və bu baxımdan bu ciddi problemdir. Düşünürəm ki, biz milli təhlükəsizliyimizin qorunması üçün, cəmiyyətin vahid və birlik və harmoniya halında yaşaması üçün ideoloji təxribatların qarşısını almaq üçün həm sizin də dediyiniz kimi vətəndaş cəmiyyəti subyektləri olaraq çalışmalıyıq. Təbii. Eyni zamanda da mümkün imkanlarımızdan, yəni bu tip bu istiqamətdə olan layihələrdən və yaxud deyək ki, media imkanlarından istifadə edərək insanların informasiya savadlığının artırılması. Yəni ümumiyyətlə informasiyanı hər hansısa bir fərd qəbul edərkən o informasiyanı bir analiz etmə qabiliyyəti olmalıdır və onda söhbət o da insanın şəxsi potensialından getmir analiz etmə qabiliyyəti deyiləndə. Analiz etmə qabiliyyəti informasiya yanaşmanı təmin edir. Ehtimalları nəzərə almalıdır. Mən Qarabağ müharibəsindən danışdıq. İkinci Qarabağ müharibəsində aparılan. Mən o proseslərdə əslində bu ideoloji təxribat məsələsində tam izah edəcək bir məqam var orada. Xatırlayırsınız, 44 günlük Vətən müharibəsi dönəmində bir həmrəylik yarandı və bütün istər siyasi, istər sadə vətəndaşlar hamı birləşdi və bir yumruq kimi bir nöqtəyə vurdu. Və burada artıq saxta informasiyalara cəhdlər belə uğursuz alındı. Çünki hər kəs bilirdi ki, rəsmi informasiyalar veriləcək, rəsmi informasiya açıqlanacaq, nə baş verir deyiləcək. Kənardan gələn qeyri-rəsmi informasiyalar heç birinə inam yaramaq üçün bir şərait formalaşdı. Daxili üçün elə idi, amma beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirmək üçün xarici qüvvələr tərəfindən bu aparılırdı. Oyla razıyam, amma hələ ki daxildən başlayalım. Çünki ideoloji təxribat birbaşa daxili hesablanmış məsələlərdir. Rəfah müəllim də vurğuladı, siz də bəhs ediniz o məsələni. Burada əsas məsələ milli və dövlətin təhlükəsizliyi məsələsidir ki, ideoloji təxribat sırf o təhlükələrə hesablanmış addımdır. Xatırlayırsınız, 44 günlük Vətən müharibəsi dövründə sosial şəbəkələri ölkədə məhdudlaşdırıldı. Bu çox möhtəşəm bir qərar idi yeri gəlmişlər. Niyə möhtəşəm bir qərardır? Çünki texnologiyalar o qədər sürətli inkişaf edir. Hətta o dövrdə bir profil ilə bağlı bir açıqlama verilmişdi. Facebook profili ilə bağlı, Facebook platformasında fəaliyyət göstərən profil idi. Daxili İşlər Nazirliyinin bir açıqlaması var idi ki, bu profil Azərbaycanda istifadə olunmur. Ermənistandan istifadə olunur. Amma profil Azərbaycan dilindədir. Yazılar da, görüntülər də hər bir Azərbaycan dilindədir. Hətta müxtəlif xəbərdarlıq nişanları yayılır ki, telefonla çəkiliş eləməyin, hərbi texnikalara çəkib inandırmaq üçün insanlara. Və kimi belə çox qəribə bir profil yaratmışlar. Sonradan bəlli oldu ki, bu adam təxribatla məşğuldur və ideoloji təxribatların əsası məhz bunlardır, bu cür yaranır. Digər o dünya baxımından Azərbaycanın nüfuzunun xələl gətirilməsi məsələsində gələndə o bu gün də davam edir. Məsələn, xatırlayırsınız, Belçika, Hollandiya parlamentləri təxminən 20-25 gün bundan qabaq Azərbaycan əleyhinə bir qətnamə, tövsiyə qətnaməsi daha doğrusu qəbul etdi. Orada məsələ nə idi? 44 günlük Vətən müharibəsində əldə olunan böyük qələbəyə zərbə vurmaq idi. Sadəcə nüfuzdan salmaq idi ki, biz güya Ermənistanda təcavüz eləmişik. Halbuki müharibə bizim öz ölkəmizdə gedir və biz torpaqlarımızı işğaldan azad eləmişik. Bu cür informasiyalar artıq Azərbaycana təsir eləmir daxilə. Xaricdə təbii ki, bunun müəyyən zərərlərini görə bilirik, olur, mümkündür. Amma daxilə təsir eləmir. Çünki daxildə hər şey, bütün məsələlər açıq-aydın deyildiyinə və görüldüyünə görə bu Qarabağ məsələsi ilə bağlı, Vətən müharibəsi ilə bağlı Azərbaycana qarşı hər hansı bir ideoloji təxribat daxildə yaratmaq mümkün deyil. Bunu bütün ictimai, siyasi sektorda olan hər kəs bir vahid bir mövqe kimi qəbul edir və bu gün də davam edir. İllər uzunluğunda davam edəcək. Yer gəlmişə Qarabağ məsələsi ilə bağlı, 2-ci Qarabağ müharibəsi ilə bağlı Azərbaycanın atdığı addımlar sonraki proseslərdən, diplomatik addımlar dünya tərəfindən artıq nümunə kimi də qəbul olunur. Təbii ki, sağlam düşüncəli insanlar tərəfindən bunlar qəbul olunur. Amma digər tərəfdən bu cür hücumların davam etməsinin səbəbi Azərbaycanın çox sürətli inkişafının qarşısını almağa cəhdlərdir. Digər Avropa Parlamentinin belə bir qətnaməsi oldu Azərbaycana qarşı. Azərbaycan ona adekvat cavab olaraq həmin qurumda fəaliyyətini dayandırıb çıxması ilə bağlı Milli Məclisdə qərar qəbul olundu və bu təsdiqləndi. Kifayət qədər cəmiyyət də bunu çox normal qarşılayır. Çünki cəmiyyət artıq bu məsələlərdə bilir ki, bu Azərbaycanda təxribatdır, ideoloji təxribatla dövlətə və milli təhlükəsizliyə təhdid yaratmaq istəyirlər. O baxımdan Azərbaycan xalq olaraq, cəmiyyət olaraq təbii ki, müəyyən istisnalar var, amma istisnalar qaydanı pozmur, istisnalar hər zaman mümkün də olsun.
Yəni bunlara artıq daxildəki inanmırlar. İndi başlayırlar sosial məsələlərlə Azərbaycanın üzərinə gəlməyə. İnsan hüquqları və digər məqamlarla Azərbaycana qarşı müəyyən informasiya şəbəkələri, hətta bəzən bu çox ağrıdıcı məqamdır ki, bizim nüfuzlu qəbul etdiyimiz böyük media resursları var, dünya qlobal səviyyədə fəaliyyət göstərən. Onlar belə bu informasiya müharibəsində fake newsların iştirakçısına çevrilir və bilərəkdən çevrilir. Burada artıq bilməyərəkdən çevrilmə məsələsi yoxdur. Bilməyərəkdən informasiya... Daha doğrusu fake news'un iştirakçısına yox, yayımçısına, bəli, birbaşa təbliğatçısına çevrilir. Yəni bu da artıq mediaya, dünyada qlobal bizim istinad nöqtələrimiz olan zamanında media qurumlarına inamsızlığı artırır deyə bu sosial şəbəkələr vasitəsilə yayılan fake news insanlara daha çox təsir eləmək və inandırmaq kimi bir şəraiti formalaşdırır ki, bunun qarşısını almağı yolu da və yaxud da vurğuladığımız kimi vətəndaş cəmiyyətinin daxildə işləməsi. Əgər daxildə insanlarımız bütün sosial, siyasi hər şeydə bir istinad nöqtəsi tapa bilsələr, bir deyəndə mən misal çəkirəm, 1, 2, 3 nə qədər çox olsa o qədər yaxşıdır. Etibarlı istinad nöqtəsi olan heç bir cəmiyyətlərdə bu cür fake newsların təhlükəsi və yaxud da ideoloji təxribatların nəticə göstərməsi mümkün olmur. Bu məsələdə... Düz ki, mən əlavə eləmək istəyirəm ki, biz burada kənar təsirləri düzgün qeyd edirik. Amma mən hesab edirəm ki, eyni zamanda bizim dövlət qurumları da, düzdür, mən bir çox qurumların informasiya siyasətinin möhtəşəm getdiyini özüm də görürəm. Amma hesab edirəm ki, bu prosesdə dövlət qurumları da media ilə o qədər qarşılıqlı, əlaqəli işləməlidir ki, əlçatanlıq daha yüksək səviyyədə olmalıdır. Yəni, biz informasiyanı elə bir hazır vəziyyətdə cəmiyyəti o qədər informasiya ilə təmin etməli ki, fake news gələndə onu üstələyə bilməsin. Mən hesab edirəm ki, bu da vacib məqamlardır. Elə olduğu halda cəmiyyət artıq bu elə bir mübarizəyə hazır olur, mənim fikrimdir. Bir daha hörmətli izləyicilər siz üçün xatırladaq ki, bugünkü müzakirəmiz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarif və İctimai Birliyinin ideoloji təxribatlar və fake news məlumatlara qarşı maarifləndirmə və qorunma yolları layihəsi çərçivəsində təşkil edilir. Maraqlı məqamlara toxunduq, yəni hər ikiniz. Və burada bir məsələyə biz xüsusi diqqət ayırmalıyıq ki, saxta xəbər və hazırlayaraq ideoloji təxribat törətmək üçün hökmən bir hədəf qrupları seçilir. Bu hədəf qruplarından bəhrələnib, istifadə edib bu informasiyaları yayırlar. Bu təkcə internet informasiya resursları ilə məhdudlaşmır. Yəni, xüsusi qruplar seçilir və onlara daha doğrusu təsir edilir. Kimlərə təsir edilir? Tutaq ki, bugün internetin daha çox bu resurslardan istifadə edən bir sosial qrup kimlərdir? Deyək ki, tələbələr və yaxud gənclər və yaxud siyasi aktivistlər, ictimai fəallar. Bu baxımdan, yəni, fake news'un özünün də əsas hədəfləri var və biz bu hədəflərə doğru hansı informasiyaları, hansı məlumatları və necə çatdırmalıyıq ki, onlar həmən o informasiyaların, saxta məlumatların təzyiqindən tab gətirə bilsinlər, onun təzyiqinə müqavimət göstərə bilsinlər. Əslində bu mövzuya biz belə deyək ki, müzakirələrdə toxunduq, siz də çox gözəl qeyd edirsiniz. Hazırda əsas hədəf qrupları hər zaman gənclər olur. Bu gənclər həm belə deyək ki, internet resurslarından, sosial şəbəkədən daha çox istifadə edir və əgər biz 10 il bundan qabaq bu mövzunu müzakirə eləsəydik, daha çox onlayn media resurslarını da deyə bilərdik, yəqin ki, 15 il bu məsələni müzakirə etsəydik bundan qabaq, qəzetlərdən, jurnallardan söhbət gedə bilərdi. Amma bugün mən hesab edirəm ki, sosial şəbəkələr bunların hamısını qabaqlayıb. Həm yayılma algoritminə görə, həm genişliyinə görə və özümüz də bizi çox gözəl bilirik ki, sadəcə bir şərh yazılması bir informasiyanın nə qədər daha çox insana çatmasına şərait yaradır. Yəni, ona görə sosial şəbəkələr, bu sözü mən dırnaq içərisində deyirəm, kifayət qədər qorxulu bir məkandır. Yəni, bu məkanda insanlar qurbana da çevrilə bilirlər, haqsız yerə. Yəni, belə deyək ki, bəzən dezinformasiyanın qurbanı olan təkcə dövlətlər, belə deyək ki, siyasi şəxslər yox, bəzən sadə insanlar da olur, vətəndaşlar da olur. İndi burada belə bir məsələ ortalığa çıxır ki, bizim qanunvericiliyimiz eyni zamanda insanların, vətəndaşların hüquqlarını qorumaqla da bağlı müəyyən addımlar
atılmalıdır. Bu proses bildiyimiz qədər, kifayət qədər gedir. İnformasiya ilə bağlı bu da vacibdir. Hər kəsin informasiya almaq hüququ olduğu qədər hər kəsin də müəyyən öz şəxsi məlumatlarını qorumaq hüququ var. Yəni bu balans dövlət tərəfindən tənzimlənməlidir. Ona görə əgər biz əsas hədəf qrupu kimi bu gün gəncləri göstərirsə, doğrudan da bu gənclərin milli ideoloji baxımından bəzən yəni milli mentalitedən uzaqlaşdırılması istiqamətində siyasət biz illərdir biz görürük. İnsanların Avropa dəyərləri altında, müxtəlif dəyərlər altında beyninin yuyulması prosesi gedir. Bu da ən yaxşı formada sosial şəbəkə vasitəsilə gedir. Yəni biz informasiya siyasətimizi elə qurmalıyıq ki, bu insanlar qoruna bilsin. Biz media haqqında qanun qəbul edilərkən mən deyərdim ki, yaxşı bir hal oldu ki, bu media savadlılığı məsələsi ora bir terminoloji baxımdan salındı və media inkişafı bu istiqamətdə ciddi addımlar aldı. Və media inkişafı agentliyindən indi köhnə adını desək, onların üzrə bir öhdəlik də qoyulur. Bu prosesi aparmalıdırlar. Yəni bu artıq müasir dövrün trendidir, müasir dövrün problemidir. Bu proses gedir. Bəli, mən müşahidə edirəm ki, xeyli sayda əyani vəsaitlər hazırlanır. Bu çox yaxşı haldır. Təlimlər keçirir, bu yaxşı haldır, sosial çarxlar var. Bunlar ümumilikdə biz cəmiyyəti maarifləndirilməliyik və bayaq dediyim ki, immunitet yaratmalıyıq. Həmkarım da qeyd edib, burada biz görürük ki, ən yaxşı haldır ki, media inkişafı agentliyi ilə məhdudlaşmır bu proses. Bu prosesdə QHT-lər var, dövlətin müxtəlif qurumları var. Çünki bu istəyirəm sözü kəsirəm. Elə bu layihənin özünün dəstəklənməsi belə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyi tərəfindən bu sahəyə ayrılan diqqətin göstəricisidir. Və bunu eyni zamanda ümumi dövlət siyasəti kimi qəbul etsək, dövlətin müxtəlif qurumları bu prosesdə öz mövqeyini gücləndirməlidir ki, problemlər çıxmasın. QHT-lər bu prosesdə mühüm rol oynayır, çünki icmalarla işləyirlər. Məsələn, ümumi baxanda, belə deyək ki, ümumi informasiya günündə bunun hədəfi biraz məlum olunur. Amma QHT-lər var ki, bizim, mən deyərdim ki, kifayət qədər güclü gənclər təşkilatımız var. Sayıları minlərlə, 10 minlərlədir. Onların hədəfləri, belə deyək ki, benefisiarları gənclərsə, onlar bu informasiyanı daha çox, belə deyək, çatdırırlar. Onların da çox gözəl layihələri olur. Xüsusən digər baxımdan həssas sosial qruplar həmişə hədəfdə olub. Biz zaman-zaman görmüşük, insanların, belə deyək ki, müxtəlif ölkələrlə müqayisədə informasiyanı kontekstdən çıxardıb vətəndaşa verdikdə, vətəndaş ilkin təsəvvür olaraq elə hesab edir ki, həmin dövlətdə bu belədir. Amma əslində baxanda bu, tutaq ki, geniş anlamda baxanda əslində elə deyil. Ona görə mən hesab edirəm ki, həm də bizim QHT-lər həssas qruplarla bizi özdə hamımız çox gözəl bir ki, müharibə dövrünü keçmiş insanları, şəhid ailələri var, qazilər var, o cümlədən digər həssas sosial qruplar var ki, bunlarla bu istiqamətdə işləmək vacibdir. Çünki onlar qeyd etdiyim həssas qrupdur. Bu baxımdan QHT-lərin rolu... Əslində, həmən bu fake news'un da hədəflərindən biri elə sizin dediyiniz həssas qruplar. Onların vasitəsilə cəmiyyətlərə təsir etmək, yönləndirmək, öz maraqlarını diktə etmək. Bəli, mən də hesab edirəm ki, bu baxımdan qrupları biz diqqətdən kənarda saxlamalı və qruplarla da ən yaxşı işləyən, mən hesab edirəm ki, vətəndaş cəmiyyəti olmalıdır və vətəndaş cəmiyyətidir. Mən bir əlavəm var, üzr istəyirəm aparmam, sosial şəbəkələrlə bağlı. Bugün Azərbaycanda ən çox sosial şəbəkə, yayılan sosial şəbəkə, hamı üçün əlçatan olan TikTok platformasıdır. TikTok platformasında hər 10 xəbərdən 7-si yanlış məlumat. Yəni bu bizim növbəti mövzumuzun növbəti istiqamətlərindən biri, yəni bugün müzakirə elədiyimiz mövzunun növbəti istiqamətlərindən biri sizin dediyiniz məsələdir. Süni intellekt və saxta xəbərlərin dayanaqlı məkanı rolunda hansı platformalar? Əsas orada, məsələn, bugün TikTok önəmli platform. Bugün 7-dən 77 hamının əlində telefon var və hamının telefonunda o TikTok platforması var. İstər qeydiyyatlı, istər qeydiyyatsız, bu fərq eləmir. TikTok alqoritmi isə daha fərqlidir. Daha bu, biz media dilində ona qışqıran başlıqlar deyirik. Qışqıran başlıqlar olan bütün videolar kəşfiyyata düşür və onu kəşfiyyata salmanın müxtəlif yolları da var. Və bu, təbii ki, fake news yayan qruplaşmalar və yaxud da qruplar məqsədli şəkildə həmin o algoritmlərə müdaxilə edərək bu videonun hər kəsin, ya yaxud da görüntünün, informasiyanın hər kəsin qabağına çıxmağını təmin edə bilir. Burada bu bayaq dediyimiz məsələdir, bilməyərəkdən həmin o ideoloji təxribatların fake news'un qurbanına çevrilən, qurban məsələsidir. Qurbanına çevrilən insanlar var. Biz o qədər görmüşük ki, evdən qaçan uşaqlar və digər bu kimi negativ halların baş verdiyini, yekun nəticələrdən nədir? Sosial şəbəkələr. Və bunu digər bir platform, bu ən çox diqqətdən qaçan məsələlərdir, amma uşaqları daha çox cəlb edən və daha çox insanları, uşaqları həmin o məsələnin qurbanına çevirirlər. Bu da əslində ideoloji təxribat və fake news'un bir qoludur. İqra oyunlar deyirik, oyunlardır. O oyunlardan istifadə edib intihara qədər gedib çıxan
bir oyun platformaları yaradılıb ki, onun içində də müxtəlif növ informasiyalar verilir. Oyunların içində reklam çarxları, reklam çarxlarının özündə hətta bir ara düz Azərbaycanda qanunvericiliyi ilə onu bir daha tənzimlədilər ki, istənilən növ qumar oyunları qadağandır və cinayət məsuliyyəti yaranır. Amma həmin oyunların içində uşaqları qumara alışdırırlar. Pulsuz qoşulmalar, müəyyən pul vəsaitləri ilə şirinlikləşdirici addımların atılması, bunların hamısının müəyyən mərkəzlər tərəfindən idarə olunduğunu nəzərə alsaq, bunun hansı gələcək üçün, hansı təhlükələr yaratdığını əslində indidən görmək mümkündür və bunun qarşısını indidən almaq lazımdır. Bəzi platformalarda, bəzi ölkələrdə hətta uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan idi. Təbii ki, bizdə də qadağandır, amma biz bunu artıq qanunvericilik səviyyəsinə qədər qaldırmışıq. Birinci oxumuşda da Milli Məclisdə bu məsələ qəbul olundu. 17 yaşına qədər heç bir uşaq sosial şəbəkədən istifadə edə bilməz. Çünki artıq vəsiqə və yaxud da bank kartı hesabı ilə qeydiyyatdan keçmə mümkün olacaq. Təbii ki, burada sosial şəbəkə platformalarının özünün də marağı olmalıdır. Çünki qeydiyyat prosesində, məsələn, Facebook sosial şəbəkəsi Mərkəzi Amerika olan bir platformadır və onların qanunları ilə işləyirlər. Amma burada əməkdaşlıq eləmək məsələsi var ki, onlar da digər ölkələrin qanunlarına riayət eləməlidirlər və bunu görməlidirlər ki, gələcək üçün bu çox ciddi təhlükədir. Və siz Rəfər müəllim də vurğuladı, bizim mövzumuzun bu istiqaməti daha çox hansı məkanlarda yayılır. Bugün Azərbaycanda ən məşhur olan 4 dənə sosial platforma var, sosial şəbəkə platforması. YouTube-dur, TikTok-dur, Facebook-dur, Instagram-dur. Və bunların 4-ündə də bugün çox sürətli şəkildə ideoloji təxribat və fake news yayılır və yayılmağı da davam edir. Qarşısını almaq da hələ ki bunun mümkün deyil. Çünki bu platformalar xaricdən idarə olunur və mən heç də istisna eləmirəm ki, həmin o platforma idarə edən tərəflər də bu məsələdən maraqlıdırlar və yaxud maraqlı deyirlər. Mənə görə maraqlıdır. Mən elə bilirəm, eyni zamanda biz bəzi müşahidələr onu göstərir ki, bəzən çox təəssüf ki, adın jurnalist qoyan, jurnalistikada müəyyən mənada olan şəxslər də bu proseslərdə töhfə verən şəxslər olur. Mən hesab edirəm ki, bunu da hər hansı bir formada biz davamlı olaraq gündəmə gətirməliyik. Jurnalist məsuliyyəti, cəmiyyətdə tutduğu mövqe məsələsi də burada önəmli olmalıdır. Və bu məqam, mən edirəm ki, bu da narahatlıq doğuran məqamlar. Düzdür, zaman-zaman bu prosesdə də bizim qanunvericiliyin təkmilləşməsi ilə bağlı irəliləyişlər var. Biz təsəvvür edirik ki, 10 il, 15 il bu sahədə, belə deyək ki, jurnalist adından, media işçisi adından istifadə edən insanların fake xəbər yaratmada rolu nə qədər idi? İndi demək olar ki, bu proses xeyli dərəcədə azalıb, müsbətə doğru xeyli addım atıb, amma hər halda tam məncə kökü kəsilməyib. Məndə. Təbii, yəni bu proses hələ də davam etməkdədir. Ona görə davam etməkdədir ki, artıq deyək ki, media subyektləri xəbərə yanaşması fərqlidir. Deyək ki, ənənəvi mediada biraz fərqli idi, sonra bir boşluq zamanı oldu, orada biraz fərqli oldu. İndi isə qanunvericiliyin tələbləri elədir ki, media haqqında qanuna uyğun olaraq jurnalist öz fəaliyyətini, media subyekti öz fəaliyyəti konkret olaraq tənzimlənir və bunun əsasında da fəaliyyət göstərir. İndi sizin də dediyiniz kimi, özünü kimsə nəsə adlandıra bilər, hansısa bir titul götürə bilər və nələrsə yaya bilər. Yəni, bunlar məlumdur ki, müxtəlif mənbələrdən gələn sifarişlərin nəticəsidir və onların fəaliyyəti sizin də qeyd etdiyiniz kimi fake news əsasında ideoloji təxribatlar törətmək, cəmiyyətdə rəy yaratmaq və həmin rəydən öz məqsədləri üçün istifadə etməkdir. Və bugünkü verilişimiz çox maraqlı alındı. Mən bir daha siz ekspertlərə öz təşəkkürümü bildirirəm ki, maraqlı məsələlərə toxundunuz və xatırladıram ki, izləyicilər üçün bugünkü veriliş müzakirəmiz Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin ideoloji təxribatlar və fake news məlumatlara qarşı maarifləndirmə və qorunma yolları layihəsinin icrasına uyğun həyata keçirildi. Bu bizim birinci verilişimizdir. Bundan sonra da hələ bir 2 verilişimiz nəzərdə tutulur və digər istiqamətləri, bu məsələ fake news məlumatlarla bağlı digər istiqamətləri digər verilişlərimizdə müzakirə edəcəyik. Bir daha sizə təşəkkür edirəm. Çox sağ olun. Sağ olun.